Kainat sonsuz görünən, lakin hələ də tam olaraq anlaya bilmədiyimiz nəhəng bir sirdir. Hər gecə göy üzünə baxanda milyonlarla ulduz görürük. Amma bu həqiqətdə mövcud olanların sadəcə kiçik bir hissəsidir. Kainatın dərinliklərində həyat qığılcımları var, amma biz onları tapa bilmirik. Trilyonlarla ulduz, saysız hesabsız planetlər, bəziləri bəlkə də yerə bənzəyir, amma hələ də sükut var. Biz radio dalğaları göndəririk, teleskoplarla uzaqları izləyirik, amma heç bir siqnal, heç bir cavab yoxdur. 1950-ci ildə fizik Enrico Fermi sadə, amma dərin bir sual verdi. Əgər kainatda bu qədər çox ulduz və planet varsa, bəs onlar hardadır? Bu sual tarixə Fermi paradoksu kimi düşdü və bu günə qədər bəşəriyyətin cavab tapa bilmədiyi ən böyük suallardan biridir. Bu videoda biz Fermi paradoksunun arxasındakı elmi nəzəriyyələri və ən ehtimal olunan cavabları araşdıracağıq. Onlar hardadır? Niyə bizdən gizlənirlər? Yoxsa heç vaxt olmayıblar? Bəlkə də bu cavab insanlığın gələcəyi üçün hər şeydən daha vacibdir. Kainat inanılmaz dərəcədə böyükdür. Sadəcə bizim Süd yolu qalaktikasında 400 milyarddan çox ulduz var. Hər ulduzun ətrafında isə bir neçə planetin olması mümkündür. Bu deməkdir ki, təkcə bizim qalaktikada milyardlarla yerə bənzər planet ola bilər. Riyazi olaraq baxanda bu qədər planet arasında həyatın bir daha yaranmaması demək olar ki, mümkün deyil. Amma burada paradoks yaranır. Əgər həyat başqa planetlərdə yaranıbsa, niyə biz onları görmürük? Bəs niyə heç bir siqnal almırıq? Niyə heç bir yad planetli gəmi, heç bir sübut, heç bir əlaqə yoxdur? Enrico Fermi bu sualı ilk dəfə 1950-ci ildə Los Alamos laboratoriyasında nahar zamanı vermişdi. Onun sualı belə idi. Əgər ağıllı həyat varsa, bəs onlar hardadır? Bu sadə cümlə illər sonra Fermi paradoksu adını aldı. Paradoksun mahiyyəti isə belə idi. Kainat həyatla dolu olmalı idi, amma biz hələ də tək görünürük. Bəzi alimlər hesab edir ki, cavab texnologiyada gizlidir. Bəziləri isə deyir ki, cavab daha qorxuludur. Bəlkə də başqa sivilizasiyalar artıq məhv olublar. Bu qədər planet arasında yer kimi şərtlərə malik minlərlə, bəlkə də milyonlarla dünya ola bilər. 1961-ci ildə astronom Frank Darke kainatda yerə bənzər neçə sivilizasiya ola biləcəyini hesablamaq üçün bir tənlik yaratdı. Bu tənlik ulduzların sayından tutmuş, yaşana bilən planetlərin sayına, həyat yaranma ehtimalına və sivilizasiyaların nə qədər yaşadığına qədər bir çox faktoru özündə cəmləyirdi. Tənlik dəqiq nəticə vermirdi, amma bir şeyi çox aydın göstərirdi. Kainat boş ola bilməz, çünki ulduzların sayı ölçüyə sığmır. Təkcə müşahidə edilə bilən kainatda 100 milyarddan trilyonlara qədər qalaktika var. Hər qalaktikada 100 milyardlarla ulduz. Bu qədər ulduz arasından yerin bir analoqunun olmaması riyazi olaraq demək olar ki, mümkün deyil. Amma problem buradadır. Bu qədər çox ehtimal varsa, niyə heç birini görmürük? 1950-ci ildə məşhur İtalyan fizik Enrico Fermi həmkarları ilə nahar edərkən sadə, amma dərin bir sual verdi. Bəs onlar hardadır? O düşünürdü ki, əgər kainatda bu qədər çox sivilizasiya varsa, onların bəziləri bizdən milyon illər əvvəl yaranmalıydı. Onda onlar artıq qalaktikanı səyahət etməli, siqnallar göndərməli və ya iz buraxmalı idilər. Amma biz radio teleskoplarla, peyklərlə, teleskoplarla hələ də heç bir sivilizasiya tapmamışıq. Bax, bu ziddiyyətə Fermi paradoksu deyilir. Böyük filtr nəzəriyyəsi. Bəlkə də
Kainatda həyat yaranır, amma müəyyən mərhələdən sonra hamısı məhv olur. Bu böyük filtr adlanır. Həyatın ya yaranmasında, ya da inkişafında keçilməsi çox çətin bir mərhələ var. Ola bilər ki, biz bu filtrlə hələ qarşılaşmamışıq. Məsələn, nüvə müharibəsi, iqlim fəlakəti və bir də süni intellektin idarəni ələ alması. Əgər bütün sivilizasiyalar bu mərhələdə məhv olursa, onda biz tək deyilik. Sadəcə yaşayan yeganə nümunəyik. Ola bilər ki, həyat yalnız yerdə təsadüf nəticəsində yaranıb. Ola bilsin ki, bir hüceyrənin yaranması üçün trilyonlarla uyğun şərait eyni anda lazım olub. Kainatda bu hadisə bəlkə də yalnız bir dəfə baş verib. Yəni kainat həyatla dolu deyil. O soyuq, səssiz və boşdur. Bəzi alimlər düşünür ki, yad planetlər bizi çoxdan kəşf ediblər, amma bizə qarışmaq istəmirlər. Onlar bizi müşahidə edirlər, sanki zoopark içində heyvanlara baxan insanlar kimi. Bəlkə də biz hələ yetkin sivilizasiya sayılmırıq və bizə qarışmaq qadağandır. Bu, zoopark hipotezi adlanır. Maraqlı və biraz qorxulu fikirdir. Kainatın yaşı təxminən 13,8 milyard ildir, amma yer yalnız 4,5 milyard il yaşındadır. Ola bilər ki, biz hələ çox gənc sivilizasiyayıq. Bəlkə də bizdən milyon illər əvvəl yaranmış sivilizasiyalar var, amma indi ya uzaq galaktikalardadır, ya da çoxdan yox olublar. Biz isə sadəcə onların səssiz izlərini görürük. Bəziləri isə daha fərqli düşünür. Bəlkə biz ümumiyyətlə real kainatda yaşamırıq. Ola bilər ki, bütün bu ulduzlar, planetlər və biz bir simulyasiyanın içindəyik. Ona görə də yad planetlər yoxdur. Çünki bu oyunda yalnız biz varıq. Bu fikir qəribə səslənsə də, bəzi fiziklər və filosoflar onu ciddi qəbul edir. Bəzən bu paradoks yalnız elmi deyil, həm də fəlsəfi bir sualdır. Əgər biz kainatda təkiksə, deməli həyat çox nadirdir və biz onu qorumalıyıq. Amma əgər başqa həyat formaları da varsa, o zaman biz kainatdakı milyardlarla fərqli ağılın bir parçasıyıq. Hər iki halda bu həm qorxunc, həm də möhtəşəm bir fikirdir. Enrique Fermi sadəcə bir sual vermişdi. Bəs onlar hardadır? Onun sualı bugün də aktualdır. Bəlkə də yad planetlər çoxdan buradaydılar. Bəlkə də biz hələ onları görəcək qədər inkişaf etməmişik. Ya da bəlkə də kainat həqiqətən səssizdir və o sükutun içində təkcə bizim səsimiz eşidilir. Kainatın dərinliklərini araşdırdıqca bir həqiqətlə üzləşirik. Biz düşündüyümüzdən çox daha kiçik, amma bir o qədər də xüsusi ola bilərik. Bəlkə kainatda həyat çoxdur. Sadəcə biz hələ kifayət qədər inkişaf etməmişik. Bəlkə də sükut bir qorxudur, ya da bir xəbərdarlıq. Bəlkə də başqa bir sivilizasiyalar var, amma o qədər inkişaf ediblər ki, bizimlə əlaqə yaratmaq onlara mənasız görünür. Bəlkə də heç kim yoxdur və kainatın bütün bu sükutu yalnız bir şey göstərir. Həyatın bizə verildiyi bu nadir, bəlkə də tək şansdır. Fermi paradoksunun cavabı nə olursa olsun, bir həqiqət dəyişməzdir. Biz hazırda bildiyimiz yeganə ağıllı sivilizasiyayıq. Hər addımımız, hər kəşfimiz, hər texnologiyamız kainat tarixində iz buraxan yeganə səsdir. Və bəlkə də kainatın sükutunu ilk dəfə qıracaq səs bizim səsimiz olacaq. Cavabları tapmaq üçün səmaya baxmaqdan, suallar verməkdən, axtarmaqdan əl çəkməyək. Çünki ola bilsin ki, kainat hələ cavab verməyə hazır deyil. Amma biz cavab axtarmağa çoxdan başlamışıq. Onlar hardadır? Bəlkə də bu sualın cavabını gələcək nəsillər tapacaq. Bəlkə də cavab çox yaxındadır. Bəlkə də çox uzaqda. Amma bir şey dəqiqdir. Axtarış daha indi başlayır.
Bugünkü videomuz bu qədər. Sağ olun, salamat qalın. Növbəti videoda görüşənədək. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Sağ olun.